Salam, hörmətli izləyicilər. Bildiyiniz kimi tarixdə Azərbaycanda müxtəlif vaxtlarda çoxlu üsyanlar olmuşdur. Üsyanlar Azərbaycanın bölgələrində, o cümlədən də şəhərlərində olmuşdur. Təbii ki, üsyanlar nəyə görə baş verir? Üsyanların əksəriyyəti demək olar ki, hakimiyyətdən, dövlətdən narazılıqları nəticəsində baş verir. Belə bir üsyan 1231-ci ildə Gəncə şəhərində baş vermiş üsyan idi. Üsyan tarixə Gəncə üsyanı və ya Usta Bəndər üsyanı kimi deməli düşmüşdür. Bildiyiniz kimi 1231-ci ildə Gəncə şəhəri Xarəzmşahlar, Xarəzmşah deməli dövlətinin tərkibində idi. Xarəzmşah dövlətinin başçısı isə, hökmdarı isə Cəlaləddin idi. O dövrdə tarixçi Nəsəvi qeyd eləyir ki, Gəncə əhalisi çoxdandır ki, bu üsyana hazırlaşırdı. Çoxlu narazılıqlar vardı. Bildiyiniz kimi Gəncə sənətkarlar şəhəri idi. Əhali deməli çətinliklə dolanırdı. Deməli üsyanın başlıca səbəbi isə vergilərin çox olması idi. Yəni insanlar dövlətdən, məmurlardan, dövlət qulluqçularından narazı idilər. Və beləliklə də şərait yarandı. Usta Bəndərin başçılığı altında sənətkarlar və digər insanlar da deməli üsyana qalxdılar. Gəncədə olan deməli şəhər hakiminin evi, yəni onun iqamətgahı dağıldı. Hökumət qulluqçuları, məmurlar deməli öldürüldü və bunu görən Cəlaləddin öz qoşunu ilə Gəncənin ətrafına gəldi və orada Gəncə şəhər əhalisini danışığa çağırdı. Lakin bir nəticə vermədi. Gəncəlilər bu danışığı rədd elədilər. Lakin bir müddətdən sonra deməli Cəlaləddin öz qoşununu artırdı və yenidən əhaliyə müraciət elədi. Onlara firavanlıq deməli firavan şəkildə yaşamalarını arzu elədi, vəd verdi. Deməli, lakin əhali yenə də bununla barışmadı və əhali Cəlaləddin hökmdarın ordusuna hücum etməyə başladı. Lakin onların gücü yetərincə olmadığı üçün deməli Cəlaləddinin ordusu həmin şəhər əhalisini şəhərə sığışdırdı və qabağına keçən insanların hamısını demək olar ki, qətlə yetirdilər. Usta Bəndər həbs olundu. O isə deməli asılmadı, edam olunmadı, tikə-tikə doğranmışdı. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.